Çox təəssüf ki, çoxumuz ətrafımızdakı insanlara varlı görünmək üçün əslində sahib olmadığımız pulları xərcləyirik. Amma maliyyə hədəfimizdən də kənara çıxırıq. Çünki ən çox pul biz nə vaxt xərcləyirik? Təkcə qalanda yox, başqalarına ayaq uydurmağa çalışanda. Misal üçün dostlarla şam yeməyi ola bilər, səhər yeməkləri ola bilər, nə bilim, ad günləri məclisləri ola bilər və s. və ilaxır. Əlbəttə sosiallaşmaq çox vacib bir məsələdir, amma bizim mədəniyyətdə çox qəribə bir sosiallaşmaq metodu var. Biz onu ancaq restoranda yeməklə ölçürük. İnsanlar çox qəribə gəlir deyəndə ki, gəzək, hərəkət eləyək, nə parka gedək. Yəni parka gedib gəzəndə insanı simit və kasıb biri kimi hesab edirlər bir çoxları. Təbii ki, bunlar mənim şəxsi fikrimdir. Bəzilərinə görə ola bilər ki, yox. Məsələn, yeni bir restoran açılırsa, mənim dostlarım gedib orada şəkil çəkib storyda paylaşırlarsa, mən də mütləq onu gedib paylaşmalıyam. Oranı sevdim, sevmədim, kofeni sevirəm, sevmirəm. Ən əsas odur ki, mənim storyda şəklim olmalıdır və mən həmin məkanda olmalıyam. Ona görə mən elə fikirləşirəm ki, həmin şəxslər pul yığa bilmirəm deyə şikayətlənməli deyirlər. Çünki onlar üçün status, hansı ki, göstəriş daha vacib bir məsələdir. Amma siz olun, yəni maliyyə hədəfiniz varsa, həmin hədəfə çatmaq üçün də həm qənaət, həm pul yığmalısınızsa, mütləq ona sadiq qalın və onu aşağıya çəkən təkliflərdən uzaq gəzin.